Ömür boyunca bir dəfə özü-özündən soruşmur ki, mənim var olmağımın səbəbi nədir axı? Mən niyə yaşayıram? Məqsəd nədir? Maraqlıdır ki, milyonlarla insan bu suala cavab tapmamış dünyasını dəyişir. Yaşayır və anlamır nə üçün yaşayır, məqsəd nədir? Niyə varam mən ümumiyyətlə? Çox maraqlı sualdır, elə deyil. Çox həyati sualdır. Çox önəmli sualdır. Və mənə elə gəlir ki, şəhidin məclisində gərək elə bu önəmli məsələyə toxunulsun. Yaradılış hədəfi mövzusu. İnsan öz axarına düşüb yaşaya bilməz axı. Məsələn, yaşadım, yedim, içdim, böyüdüm, dərs, məktəb bitirdim, ali məktəbə qəbul oldum, ailə qurdum, övladım oldu və s. və s. və s. Sonu nədir? Məqsəd nədir? Nə üçün yaranıb insan? İnsan bu suala iki yolla cavab tapa bilər. Bir insan özü haqqında düşünməklə, bir də Quran-ı Kərimə müraciət eləməklə. İki yolla insan nə üçün var olduğu sualın cavabını tapa bilər. İnsan özünə, daxilinə diqqət eləsə, bax bir dənə misal deyim sizə, ana bətnində olan bir uşağa biz baxsaq, onun əli var, ayağı var, dişi çıxacaq, ağzı var və s. Gözləri var, müxtəlif bədən üzvləri var. Biz o uşağın quruluşuna baxanda dərhal anlayırıq ki, bu uşaq ana bətni üçün yaranmayıb. Bunu qarşıda bir aləm gözləyir ki, bunun quruluşu, bunun bütün bədən üzvləri o aləmdə ona lazım olacaq. Axı, ana bətnində ayaq lazım deyil, göz lazım deyil, bir çox bədən üzvləri lazım deyil. Hətta mədə lazım deyil. Baxırıq, görürük ki, bunda bəzi bədən üzvləri var ki, bu ana bətni üçün deyil, bunu başqa bir aləm gözləyir qarşıda, bunun quruluşu şəhadət verir. Bunun bədən quruluşu təsdiq edir ki, bu başqa aləm üçün yaradılır. İndi insan dünyaya gəlib öz daxili aləminə baş vurarsa əgər, İnsan görər ki, onun içində bir çox istəklər var ki, o istəklər, bu dünya o istəkləri qane edə bilmir. Anlayar ki, insan çox dərindir, dünya onun üçün kiçik bir yerdir. Deməli, insan dünya üçün yaranmıyor. Mən fikrimi aydınlaşdıra bildim ya yox. Necə ana bətnində bədən üzvlərinə baxıb dəqiq bilirik ki, bu insan başqa aləm üçün yaranıb dünya üçün, dünyada da insan öz daxilinə müraciət eləyərsə, sonsuz bitib tükənməyən istəkləri var insanın. Elədir? Bəli. İnsan nəsə həmişə istəyir. Dünya da məhduddur. Bir şey ona verir, insan onu əldə edir, soyuyur. Deməli, nəticə nədir? İnsan sonsuzluq istəyir. İnsanın daxilində belə bir istək var. İnsan sonsuzluq arzulayır. Deməli, insan dünya üçün yaranmayıb. Dünya onun sonsuzluq istəyini təmin edə bilmir. İnsan 5 günlük ləzzət istəmir. Hansı ləzzətə çatırsa sonra sönür, gözündən düşür. İnsan nəsə bitib tükənməyən ləzzət istəyir. Deməli, insan sonsuz ləzzət üçün yaranır. Əbədiyyət üçün yaranır. Deməli, biz insanın quruluşuna baxarıqsa, onun daxilinə baş vurarıqsa, anlayarıq ki, insan məhdud dünya üçün yaranmayıb. Onun hədəfi çox alidir. O sonsuz bir aləm üçün yaranıb. Əbədi bir aləm üçün yaranır. Allah Quran-ı Kərimdə də bizə bu sualı verir insanlara. Deyir, ərəzitum bil hayatid dünya, dünyaya mı razı oldunuz? Siz əzəmətdə insan, sən böyüklükdə insan, dünyaya mı qane oldun? Dünya sənin üçün çox kiçik bir yerdir. Sənin istəklərinə bax, dünyaya bax. Dünya sənin qarşılığında çox kiçik bir şeydir. Özünü dünya ilə məhdudlaşdırma. Sən əbədi bir varlıqsan. Sənin üçün qarşıda sonsuzluq var. Yaradılış hədəfi nədir? Quran dili ilə cavab verim. Çox vaxtınızı almayayım. Üzr istəyirəm, başınızı ağrıtmaq istəmirəm. Quran-ı Kərimə müraciət etsək, buyurur ki, Ya eyyuhəl insan, innəkə qadihun ilə rabbikə kədxən fəmulaqih. Ey insan, sən Rəbbinə doğru keşməkeşli və çətin bir yol gedirsən, bu yolun sonu nədir? Fəmulaqih. Sən Rəbbinlə görüşəcəksən. Bax, bir cümlə ilə cavab vermək istəsək, insan Tanrı ilə, Allahla görüş üçün yaranıb. Görün, nə əzəmətli varlıqdır insan.
İnsan bir gün Allah'la görüşəcək. Bu görüş maddi görüş deyil. Adi insanın maddi gözü Allah'ı görə bilməz. İnsan qəlb gözü ilə Allah'ı görəcək və Allah onu ağuşuna alacaq. İnsan belə bir uca məqam üçün yaranır. İnsanın yaradılış məqsədi öz yaradanına qovuşmaqdır. İnna lillah, biz Allahdanıq və inna ileyhi raciun, ona sarı qayıdacaq. Bax, bu əzəmətli görüş baş verəcək. Bu nə zaman baş verəcək? Bu, can bədəndən çıxan anda baş verəcək. Və bu görüşün müddəti nə qədərdir? Neçə gün çəkəcək? Bu görüş əbədi olaraq davam edəcək. Bəs yorulmaz adam biri ilə əbədi görüşməkdən? Xeyr. Çünki o sonsuz varlıqdadır. O məhdud varlıq olsaydı, bir günə, 5 günə, 1 ilə, 10 ilə özünü tam açıb insana göstərsəydi, insan bezərdi ondan. Amma Allah ki, əbədidir, sonsuzdur, hər gün cənnətdə Allah öz varlığının bir cilvəsini insana göstərəcək, insan bihuş olacaq. Səhərisi gün, əgər səhər demək mümkünsə orada, bir qədər göstərəcək.